Hər kəsə salam. Bugün sizinlə evdə hazırladığım yumşaq və ləzzətli pizza reseptimi paylaşacağım. İlk olaraq qaba unu əlavə edirəm. Daha sonra maya, duz, yumurta və 2 xörək qaşığı bitki yağı da əlavə edirəm. Üzərinə ilıq su tökərək yumşaq xəmir yoğururam. Xəmir nə qədər yaxşı yoğurularsa, pizzada bir o qədər yumşaq və dadlı alınacaq. Xəmir hazır olduqdan sonra üzərini örtüb isti yerdə mayalanmağa qoyuram. Xəmir mayalanarkən pizzanın üzəri üçün lazım olan ərzaqları doğradım. Mozzarella pendirini isə rəndədən keçirəcəm. Sosu üçün 2 xörək qaşığı mayonezlə 2 xörək qaşığı ketçupu qarışdırıram. Hazırladığım bu sos pizzaya həm ləzzət, həm də ki çox gözəl dad verir. Mayalanan xəmiri əlimlə biraz yoğururam və 2 hissəyə ayırıram. Yəni mənim bu hazırladığım xəmirdən 2 ədəd pizza alınır. Bir hissəsini götürüb tavaya biraz bitki yağı əlavə edib xəmiri əlimlə tavanın ölçüsünə uyğun şəkildə yayıram. Daha sonra hazırladığım sosu ilk növbədə xəmirin üzərinə bərabər şəkildə çəkirəm. Ardınca rəndələnmiş mozzarella pendiri, biber, pomidor, kolbasa yəni düzürəm. Siz də öz istəyinizə uyğun yəni pizzanın üzərini düzə bilərsiniz. Yəni istədiyiniz ərzaqlardan istifadə edə bilərsiniz. Pizzanı əvvəlcə pendirsiz şəkildə sobaya göndərirəm. Bişməsinə bir neçə dəqiqə qalmış üzərinə mozzarella pendiri əlavə edib yenidən sobaya qoyuram. Bu üsulla həm tərəvəzlər daha yaxşı pişir, həm də pendir yanmadan gözəl şəkildə əriyərək pizzanın üzərini örtür. Reseptimi bəyəndinizsə videomu bəyənməyi, paylaşmağı və məni izləməyi unutmayın. Hazırlayan hər kəsə nuş olsun.